Herkese salam, kanalıma xoş gəlmisiniz. Müğənni Aysun İsmailova yenidən şəxsi həyatı ilə bağlı açıqlama verib. Onun bu açıqlaması izləyən hər kəsi kövrəldi. Buna səbəb isə bir qız övladının atasız böyüməsi olub. Aysun İsmailova qeyd edib ki, sevgi atasının şəkillərini görsə də onu tanımır və onun kimliyindən xəbərsizdir. Həmin görüntüləri izləyicilər kövrək anlarla qarşılayıb. Qeyd edək ki, Aysun İsmailova bu açıqlamanı Türkan Vəlizadənin layihəsində qeyd edib. O qeyd edib ki, sevginin hər ayında şəkilləri olduğu üçün öncədən atası ilə hər ayında şəkilləri var və sevgi o şəkillərə baxarkən atasını tanımır. Ay sen подмойщичка mı oldun? Az... Ne güzel Nazlı. Geçen görseniz değil mi? Dostlar, axır ki Turgut Travel'la Sevgi Xanım'la gedəcəyimiz tətil proqramımız hazırlandı. Demək 19-22 fevral aralığında Sevgi ilə bərabər Doha turu edirik. Siz də bizimlə Doha turuna gəlmək istəyirsiniz? O zaman zəng edirsiniz Turgut Travel'a və deyirsiniz ki, Aysun'la bərabər Doha turu istəyirik. Təbii ki, onlar sizə bir neçə otel seçimi verəcəklər. Cibinizə uyğun, bütçənizə uyğun oteli seçirsiniz. Nə xoş olar mənə ki, mənim qaldığım oteli seçsəniz. Niyə? Çünki bolluca qeybət, dedikodu və şəkil çəkdirib Sevgi ilə tanış olarsınız. Amma mütləq şəkildə qeyd etməliyəm ki, aviabiletlər çox az sayıda qalıb. Bizimlə tətilə gedirsiniz.